Xoş gördük sizləri. Dəyərli ellilərimiz, zəhmətkeş ellilərimiz, ağsaqqallar, ağbirsəklər var olasınız. Uca yaradandan arzu edirik ki, elimizdə, obamızda həmişə toy olsun, şadlıq olsun. Əzəmətli, cəsarətli, istiqamlı, dəyanətli, qəlbi kövrək, mərhəmətli olanlara salam olsun. Salam Allahın adıdır, Allah sizləri qorusun. Öz yolunda duranlara, qürbət eldə olanlara, məmləkətin quranlara salam olsun, salam olsun. Vətəndaşın sevənlərə, yurdun yaşın sevənlərə, haq savaşın sevənlərə salam olsun, salam olsun. Bir gözəl balamız bu günləri bəy kürsüsündə əyləşib, Sənan bəyi Allah qorusun. Qabil müəllim, elimizin, obamızın məclisdə nə qədər qonaqlar var, hamının adından sizi təbrik edirəm və hər birinizdən rica edirəm, bəyimizi ürəkdən alqışlayağın. Hər kədər axşamını Tanrım özü dan eləsin. Möhnəti dərdi bu yerdən əbədi yan eləsin. Borcudur hər atanın doğma ciyər parəsini köhnə bir adət ilə tazə müsəlman eləsin. Təki Allah yetirə xəlqin özü xürrəm şad, məclisə gəlmək üçün əldə bir imkan eləsin. Ağa Nur Məmmədin öz arzusu vardır atalar, onu öz məclisinə daima mehman eləsin. Elə həmişə toylarda görüşəyin. Və dəyərli qonaqlar, mənim qabil qardaşım müəllimdir. Dəyərli vətənpərvər şagirdlər yetişdirir. Ölkəmizə, millətimizə öz sahəsində fədakarlıqla xidmət edir. Qabil müəllim, gözün aydın olsun. Və Qarabağı görməyən oğullar tarix yazdı. 30 illik həsrətə son qoyuldu. Müzəffər Ali Başkomandanımız başda olmaqla igid oğullarımız tarix yazdı. Qalib olmağın özü bir fəxarətdir, bir gözəllikdir. Müjdə ver ulduza, müjdə ver aya. Bu nə bir xülyadır, nə də ki röya. Eşitsin kainat, eşitsin dünya, biz qalib ölkənin vətəndaşıyıq. Düşmən hikkəsindən alışsın, yansın. Üç rəngli bayrağım hey dalğalansın, millətim özünü qoy xoşbəxt sansın. Biz qalib ölkənin vətəndaşıyıq. Sevincdən titrəyir həm göyüm yerim, yarıb ürəyimi sizə göndərim. Cəsur komandirim, igid əskərim, biz qalib ölkənin vətəndaşıyıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayırıq. Əmi, bu günlərdə düşmənlə üzbəüz oğullarımız səngərdədir. Döyüşürlər. Allah salamat eləsin. Hərbi xidmətdə olanlarımız var. Sağ salamat qayıtsınlar ocaqlarına. Sülh olsun, əmin-amanlıq olsun və hər birinizdən aqil rica edirəm. Müqəddəs şəhidlərimiz bizim and yerimizdir. Ayaq üstə qalxağın, zəhmət olmasa. Müqəddəs şəhidlərimizi yad edəyin. Azərbaycan Respublikasının dövlət himni səslənir.